Əhalinin pul gəlirləri 7% artmışdır, orta əmək haqqı isə 9% artmışdır. Azərbaycan 2016-cı ildə də inamla inkişaf etmişdir. 2016-cı il bizim şanlı hərbi qələbə ili kimi tarixdə qalacaqdır. Referendum azad, şəffaf şəkildə aparılmışdır. Heç bir pozuntu olmamışdır və Azərbaycan xalqının iradəsi referendum nəticələrində öz əksini tapmışdır. Bu il bir çox mötəbər beynəlxalq tədbirlər ölkəmizdə keçirilmişdir. Sizə can sağlığı, xoşbəxtlik arzulayıram.